Dostunuza və yaxud da hansısa bir yaxınınıza bankdan kredit götürüb öz adınıza borc olaraq və yaxud da kömək məqsədli verirsiniz. Bəziləri bunu hətta faizə verirlər. Bu halda həmin şəxs o pulu ödəmirsə, bank məcbur olub yalnız sizi məhkəməyə verir. Yəni qarşı tərəfin kimə ki pul vermisiniz, bu vəziyyətdə heç bir məsuliyyəti banka qarşı yoxdur. Bank kredit müqaviləsini imza çəkən kimi sizi tanıyır və buna görə də sizinlə bağlı məhkəmə qaydasını iddia qaldırır və yaxud da notar icra qeydinin verilməsi üçün müraciət edir. Bu halda nə etməlisiniz? Bu halda etməli olduğunuz şey bilməlisiniz ki, birinci növbədə əgər kiməsə bankdan kredit götürüb vermisinizsə, həmin o məbləği digər şəxsə verməyinizi sübut edən əlinizdə hər hansı bir sənəd və yaxud da yazışma və yaxud da səs yazısı olmalıdır ki, gələcəkdə belə bir problemlə üzləşdikdə həmin o verilmiş pulun digər üçüncü şəxsdən tələb olunması üçün məhkəmə qaydasını iddia qaldıra bilərsiniz. Başqa cür heç bir formada əgər sizin əlinizdə sübut yoxdursa, həmin üçüncü şəxsdən bankdan kredit alıb verməyinizi sübut edə bilməyəcəksiniz və bankı düzün deyəcək bu vəziyyətdə sizin o pulu kimə verdiyiniz heç bir formada maraqlandırmır. Bank pulu sizə verib və sizdən tələb edir. Bunu mən demirəm, bunu qanun deyir.